Azze ve Celle bu ki, "Qul ya ibadiyellezine asrafu ala enfusihim." Ey Peyğəmbər, de ki, ey mənim günah törətməklə özlərinə zülm etməkdə həddi aşmış bəndələrim. La taqnatu min rahmetillah. Allahın rəhmindən ümidsiz olmayın. İnnallaha yaghfiru zunuba cemi'a. Allah tövbə etdikdə bütün günahları bağışlayar. İnnehu huvel gafurur rahim. O, həqiqətən də bağışlayandır, rəhm edəndir. Həmçində, əgər qula bir müsibət üz verərsə, xəstəlik, ağrı, kədər, bu kimi şeylər üz verərsə, qul Allah barəsində gözəl zəndə olar. Və ona xəstəlik üz verəndə bilər ki, şəfa verən, bu kədəri, üzüntünü aradan qaldıran, yalnız və yalnız Uca Allah Subhanahu wa Ta'aladır. Bunlar hamısı Allah barəsində olan gözəl zəndən irəli gəlir. Necə ki, misal olaraq Allahın dostu, Rəhmanın xəlili İbrahim Peyğəmbər deyər ki, وَإِذَا مَرِدْتُ فَهُوَ يَشْفِينَ. Xəstələndiyim zaman mənə şəfa verən odur. Deməli, bu onun Allah barəsində olan gözəl zənni idi. Ona görə də bir qulun müsibəti nə qədər şiddətli olarsa, xəstəliyi, imtihanı nə qədər şiddətli olarsa, Allah barəsində gözəl zəndə olsun, bilsin ki, əgər ona xəstəlik yüz verirsə, ondan xəstəliyi qaldıran Allahdır. Və dua edərsə, Allah Subhanahu wa Ta'ala onun duasına cavab verər. Ona görə Allah Resulullah sallallahu aleyhi ve sellem bizə öyrədib ki, çətinlik anında, xəstəlik anında bu duanı edək. Allahumma Rabben nas əzhibil bəs. Ey insanların Rəbbi, bu xəstəliyi aradan qaldır. İşfihi və əntə şəfi. Şəfa ver, sənsən şəfa verən. La şifa illə şifauk. Sənin verdiyin şəfadan başqa şəfa yoxdur. Şifən la yuğadiru səqama. Ona elə bir şəfa ver ki, bundan sonra heç bir xəstəlik onda qalmasın. Deməli, insan Allah barəsində gözəl zəndə oldu və bildi ki, əgər o Allaha dua edərsə, Allah onun duasına cavab verər, başına nə qədər müsibət gəlir gəlsin. Necə ki, Allah Azze ve Celle buyurur ki, وَقَالَ رَبُّكُمُ دُعُونَ أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz dedi ki, mənə dua edin, mən də sizə cavab verim. İnnellezine yestekbirun an ibadati seyedkhulun cehenneme daxilin. Mənim ibadətimdən üz çevirənlər və mənim ibadətimə təkəbbürlük göstərənlər, onlar cəhənnəmə zəll olaraq girəcəklər.